Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videoda sizə 6 avqust 6-cı il cümə axşamı günü üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Videonu bəyənməyi, kanalımıza abunə olmağı və yeni məlumatları vaxtında izləmək üçün bildirişləri aktiv etməyi unutmayın. Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına əsasən ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi, əksər rayonlarda yağmursuz olacağı gözlənilir. Gün ərzində yay mövsümünə uyğun isti hava şəraiti üstünlük təşkil edəcək. Ayrı-ayrı dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış ehtimalı istisna olunmur. Bakı və Abşeron yarımadası, paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Səhər saatlarında mülayim şimal-qərb küləyi əsəcək. Gün ərzində küləyin arabir güclənməsi mümkündür. Havanın maksimal temperaturunun 34-37 dərəcə isti olacağı gözlənilir. Axşam saatlarında temperaturun nisbətən enməsi ilə hava daha rahat hiss ediləcək. Qazax Gəncə bölgəsi, Gəncə, Qazax Tovuz, Şəmkir, Samux, Gədəbəy və ətraf rayonlarda hava əsasən açıq və yağmursuz keçəcək. Gün orta saatlarında temperatur 35-38 dərəcə arasında dəyişəcək. Dağ ətəyi ərazilərdə axşam saatlarına yaxın buludluluğun artması müşahidə oluna bilər. Qarabağa və Şərqi Zəngəzur, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində hava əsasən yağmursuz olacaq. Dağlıq ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış və şimşək ehtimalı mövcuddur. Düzənlik rayonlarda isti hava üstünlük təşkil edəcək. Mərkəzi Aran, Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Tərtər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında hava əsasən günəşli olacaq. Temperaturun 36-39 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Günün isti saatlarında uzun müddət açıq günəş altında qalmaq tövsiyə edilir. Şimal bölgəsi Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında hava əsasən yağmursuz olacaq. Dağlıq ərazilərdə günün sonuna doğru qısa müddətli yağış ehtimalı var. Temperatur aran hissələrdə 31-35, dağlıq ərazilərdə isə 22-28 dərəcə isti təşkil edəcək. Şəki Zaqatala bölgəsi, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakənd, Qax və İsmayıllı rayonlarında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilsə də yüksək dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək mümkündür. Lənkəran, Astara bölgəsi, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər. Rütubətin yüksək olması səbəbindən hava olduğundan daha isti hiss edilə bilər.